Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün, növbəti tıraşımız və bugünkü tıraşın səbəbkarları olacaqlar yoldaşlar. Deməli, Sinuqun belə çox balaca bir belə fırçası, donuz qılından olan, deməli iki halqa rəngi var, belə qara halqa kimi və öz rəngi ağartılmış belə deyək, ağ rəngi. Qaytarırıq suya, qoy biraz da islansın. Yəni təbii porsuqdur yoxsa donuz qılından, çox üzrlü sayın. Davam edirik. Aftershave olaraq olacaq belə Türkiyə istehsalı olan Golden Touch adlı bir sekund Özcan Bey adlı belə bir brendin aftershave losyonu spirtlidir, yandırır. Sonra yoldaşlar, çox sağ olsun, həmişəki kimi Orxan abi, Orxan qardaş bizə belə Svoboda adlı Rusiya istehsalçının deməli biri yaşıl tıraş sonrası kremi, bu isə deməli köpükləndirmək üçün kremi. Budur, iki kremi təqdim edilir bizim üçün. Sonra tiyələr olacaq, Permaşart tiyələri. Əslində mənim deməli seçim o idi ki, ya Feather ya da Big tiyələri, amma son anda elə oldu ki, Permaşart qarşıma çıxdı, niyə də yox. Əsas səbəbkarları kim olacaq yoldaşlar? Deməli söz verdiyim kimi bizdə biraz öncə kanalda təqdimat olub. Bu Comfy müəssisəyə aid olan belə 140-an. Deməli bu 140-an tanınmış Rockwell brendin klonudur, yəni saxtasıdır. Budur, side by side. Üzümü qırxacağım. Deməli, orijinalla sağ tərəfi, sol tərəfi isə saxtası ilə. Comfy. Yeganə nə fərq hiss etdim, axır o videoda göstərim. Burada qulaqlar qıraqdan çıxır. Budur. Və başlayaq yoldaşlar. Mən tez bir zamanda köpükləndirim. Deməli, göy rəngində. Bunun ağzını açın. Mən düşündüm ki, üzdə köpükləndirim, amma son anda düşündüm ki, yox, mənim stilim deyil, ona görə üzrlü sayın. Nicat abi, very sorry. Budur, məncə bu qədər kifayətdir. Əgər az olsa, yenə də deməli, artıraram kremi ki köpük işdi birdən nəsə düz getməsə köpük ilə kremdən biraz artırarıq krem salıb. Budur bizim fırçamız, sıxdıq bunu, sudan azad elədi və kremi, bu krem sabunu hopduruq fırçaya. Deyirdim mən, nə isə xatırladır bu. Deməli, limon, sitrus qoxusu var, çox incə, nazik qoxu var, sitrus qoxusu. Bu krem sabunun yoldaşlar. Çox qəşəng köpük alınıb, super bir köpükdür. Burada nə qeyd etməliyəm? Bu fırça, yəni performansı falanı çox qəşəngdir, çox yaxındır sintetik fırçalara. Yəni ki, o ki, suyu tez bir zamanda özünə hopdurur falan, hər şey yaxşıdır. Bircə bu məqam var ki, bu fırçalar belə barmaqların, əllərinizin bulaşması, yəni gözləntilidir və bunda bir problem mən görmürəm. Yəni ki, birdən kimin üçünsə bu problemdirsə, yəni ki, bu kimi bir məqam var. Fərq etməz, istərsiniz deməli köpüyü belə bir qabda köpüklendirirsiniz, istər üzdə. Yəni əlləriniz, barmaqlarınız bulaşacaq. Davam edirik, tez bir zamanda üzümü isti su ilə yaxalayıb köpüyü üzümə çəkəcək. Mən fikir vermişəm, bəzi blogerlər tərsinə üzünü qurudur, yəni dəsmalla silir, sonra köpüyü
üzə çəkirlər. Mən tərsinə edirəm, bilmirəm nədən. Bu artıq ikinci videodur mən çəkirəm ki, deməli yoldaşlar, bu Rockwell Company-nin belə baş-başa müqayisəsini birinci deməli dublda niyə alınmadı? Mən bu çəkilişləri deməli güzgüdən çəkirəm. Həm buradan kameranı nəzarət edirəm və beləliklə yəni ki, həm də fokus söhbəti var, normal düşürəm yəni ki. Bir sözlə yəni bu texnikaya əl atmışam. Beləliklə nə baş verir? Dünənləri mən bu tıraş çəkiliş edəndə kameranın özü düşür və mən də baxmadım, nəzarət etmədim, buradan ekrana baxmadım. Sən demə özünü çəkir və fokusu daimi özünü tutub, yəni ki, ən yaxın olan nədirsə onu fokuslayır avtomatik olaraq və beləliklə video tamamilə bulanıq. Heç xoşuma gəlmədi, sildim, düşündüm ki, yenə çəkim və ona görə onu da qeyd edim ki, bu Perma Sharp tiyələr artıq ikinci istifadədədir. Deməli, və üzümdəki saqqalın yaşı bir gündür, yəni 24 saat. Başlayaq yoldaşlar, sol tərəfi böyümə istiqamətdə orijinal Rockwell 6S ilə görək nə gəlir başımıza. Mükəmməl bir tıraş alətidir mənim üçün, yəni subyektiv fikrimdir, bir çoxları razılaşmazlar mənimlə. Əsasən də misal üçün Orxan abi. Yəni ki, deyir ki, biraz belə həcmlidir falan, belə də qabaritlidir. Üstəgəl çəkisi falanı bir də ki, maraqsızdır, yəni çox komfortludur, xasiyyəti yoxdur deyir. Yəni ki, o bucaq-zad söhbətləri tutmaq, nəyisə tapmaq, bu kimi məsələlər Rockwell-da yoxdur. Yəni ki, təzə başlayanlar üçün məncə əla seçimdir. Amma bir çoxların xoşuna gəlmir. Ən böyük problem onu mən də görürəm. Bu burnumun altını qırxanda, yəni ki, tam belə burnumun altına girə bilmirəm, yəni böyümək istəyirəm. Amma çəpinə və əksinə heç bir problem yoxdur. Davam edirik. Çox gözəl bir tıraş alınır. Dünən də çox qəşəng alınmışdır, yəni tıraş özü. Amma çox təəssüflər olsun ki, video məsələsində biraz əmmalar oldu. Davam edirik, yəni böyümə istiqamətdə orijinal 6S 4-cü plitədə, yəni çox gözəl, yəni performansı yüksək səviyyədə. Dünənləri üzümün qırxanda 2 günlük deməli saqqal idi. Orada da heç bir belə çapıq falan belə olmadı. Çox gözəl tıraş alınmışdır. Və görək indi bu ilə gəlir başımıza. Budur deməli Comfort saxta versiyası, bu Rockwell 6S-in böyümə istiqamətdə. Yeganə bir məqam var, əgər siz mən tıraş etdikdə 6S-lə mən bunu çəkirəm belə, bu səsə fikir versəz, burada sanki belə səs gür gəlir Comfort-də. Amma orijinal 6S-də bu səs sanki boğulur. Uzun belə deyək, saqqalda daha çox
çox gözə çarpandır həmin səs. Bu alətdən gələn çox təəssüflər olsun ki, dünənki video alınmadı. Çox üzrlər diləyirəm. Texniki səbəblərdən alınmadı. Davam edirik. Budur yoldaşlar, birinci deməli pərdə sona çatdı. Heç bir problemi yoxdur hələ ki. Nə çapığına falan. Görək ardı nə gəlir və nə gələcək ümumiyyətlə bizim başımıza. Davam edirik. Rockwell 6S böyümənin deməli əksinə, görək nə gəlir başımıza. Budur yoldaşlar kamfer böyümənin əksinə.
Budur yoldaşlar, deməli ikinci pərdə də sona yetdi. Mən tez bir zamanda üzümü yaxalayıb qayıdıram yanınıza. Artıq fikirlər var, mən onları deyəcəyəm. Çox mikroçaplıqlar burada kampanya ilə alındı, amma o mənim biraz tələskənliyimdən irəli gəldi. Üzürlü sayın. Qayıdıram yanınıza. Budur yoldaşlar, spirtli, alkoqollu deməli Özcan Bey brendindən olan deməli Golden Touch adlı aftershave qatışdırmağa ehtiyac yoxdur. Çox qəşəng dozatörü var burada, görə bilsəz. Çox xoşuma gəlir. Bu qədər məncə kifayətdir. İndi biləcəyik nə var, nə yox. Aha. Yox, yaxşıdır. Baxmayaraq ki, deməli aftershave spirtlidir. Biraz buralarda yandırdı, amma bütöv belə yandırma səviyyəti olmadı. Deməli, tıraş çox qəşəng alınır. Yəni, travma free. Çox qəşəngdir. Qoxusu superdir yoldaşlar. Deməli, burada tərkib var ya, yox, mən sizə tez bir zamanda yoxdur. Çox təəssüflər. Çox təəssüflər. Amma öz deməli saytlarında satış belə deyək səhifəsində tərkibi var idi. Nə kimi qoxular falan hər şey var idi. Bəlkə də bu deməli qablaşdırma, kağız qablaşdırmanın üstündə var idi, artıq tullamışam. Ona görə yalançı çıxaram. Çox qəşəng, çox gözəl qoxusu var. Çox xoşuma gəlir. Ümumiyyətlə bu ikisini yoxsa üçünü aldım. Birini birbaşa bu hesaba boşaltdım. Arada bu ilə də istifadə edirəm. Çox qəşəng. Bu aftershave-in də özəl qoxusu var. O da Özcan Bey'di. Aşırtdım onun içinə. Yoldaşlar, krem qaldı. Bu krem для бритья. Deməli budur. Svoboda müəssisədən olan Orxan abinin sponsorluğu ilə əldə etdiyimiz deməli kremdir, aftershave tıraş sonrası. Çox az bir miqdarda götürəcəyəm. Bu da məncə kifayətdir. Çünki adətən balzam olanda yenə də biraz çox, amma krem olanda çox yağlı olur. Çox qəşəng kremdir. Məsləhətlidir. Məncə qış aylarında istifadə etmək. O ki, soyuqda üzünüz çatlayır falan. Yəni bunlara yol vermir. Əsasən də misal üçün tıraş olundunuz, arası getdiniz. Yəni ki, qəşəng seçimdir. Qoxusu bir qoxu hiss etmədim. Çünki Özcan Bey adlı bu aftershave artıq bütün qoxuları öldürdü. Həm krem sabunun, bu köpüyün, həm də ki Svobodanın deməli krem şəkildə olan aftershave-i. Deməli mən nə deyə bilərəm? Sabun çox qəşəng idi. Yeganə bir məqam odur ki, artıq burada da görsənir ki, deməli köpük biraz azca ölüb, yəni yatıb. Və ikinci də deyək pərdədə deməli o ki üzümü bir də deməli yaxaladım azca və köpüyü üzümə çəkdikdə gərək biraz çox oynayardım ki, köpük biraz özünü tutsun. Etmədim, tez bir zamanda üzümə çəkdim və tıraş olundum. O da sağ tərəfimi qırxanda bir problem olmadı. Sol tərəfdə hiss elədim ki, artıq yatıb. Amma qurumayıb. Yəni ki, o post-slickness falan bunlar hamısı öz yerində idi. Yəni bir problem yoxdur. Sonra deməli bu bizim sabun aftershave-lər haqqında mən düşünürəm ki, belə nəysə uzun bir söhbət etməyim. Üz qırxanlar haqqında bilmirəm valla bu sanki bu belə hisslər keçirtdim. Çox
belə deyək, xırda məqamlardır. O səsi dedim sizə ki, belə deyək, bu deməli orijinal Rockwell və saxta Kampfer. Görün mən necə düşürəm. Hə. Deməli, səs burada qırxanda dünənlər daha belə aydın o həmin səs fərqi hiss olunurdu. Burada sanki biraz batıq səs var idi, o qırxılma, xırıltı səsi. Amma biraz elə bil ki, susturulmuş kimi belə deyək. Amma burada belə gur səs gəlirdi. Üzümü qırxanda sol tərəfini, sağ tərəf deməli Rockwell 6S, sol tərəf isə Kampfer, deməli həmin bu Rockwell 6S-in saxtası idi. Üstəgəl bu illəri nə hiss elədim? Rockwell burnumun altına biraz belə gec götürdü də, belə deyək, ortadan aşağısını götürdü, yuxarısı qalır. Bunda mən hiss elədim ki, götürdü sanki. Bilmirəm, nədən irəli gəlir. Bilmirəm, vallahi, bəlkə mən biraz belə uzatdım bu dorağımı, bilmirəm, nə məsələdirsə, yəni belə bir məqam hiss etdim. Qalan tıraş səviyyəsi eynidir, yoldaşlar. Nə çapıq var, nə bir şey. Spirtli lasyon da çəkdi üzümüzə, siz də bilirsiniz ki, spirtli lasyonu çəkəndə nə qədər o mikro çapıq var, onlar hamısı canlanır, qanayır, belə üz, bunlar olmadı. Yəni ki, çox belə komfortlu, həddindən artıq komfortlu bir tıraş aldım. Kifayət qədər də ki, effektivdir. Niyə? Mən onu deyəcəm. Dünənləri hiss elədim ki, sanki DFS-dir, nə bilim nə, belə. Amma bu gün axşama kimi, yəni axşam tərəfi hələ DFS oldu üzümdə. Yəni ki, bu gün səhəri, yəni dünən axşam tıraş oldum, səhəri hələ də belə üzüm hamar idi. Yəni ki, bir problem yox idi. Bir problem görmürəm. Hər iki deməli üz qırxan eyni nəticə verir. Nəticə olaraq gördüyünüz kimi nə burada çapıq var, nə burada bir şey var. Yəni heç nə yoxdur. Yəni ki, çox gözəl bir tıraş alınır. Deməli, hissiyyat üzdə nə Rockwell 6S-də nədirsə, eynilə Kampfer saxtasında da eyni şeyi hiss edirəm. Yəni heç bir fərqi yoxdur. Desəm ki, bu biraz yaxşıdır, bu biraz pisdir, yəni yalançı çıxaram. Heç nə hiss etmədim bu fərqlərində. Hər ikisində 4-cü deməli plitədir, yəni aqressiyadır. Bunu deyə bilərəm. Gündəlik tıraş üçün ideal bir variantdır. 4-cü plitə biraz artıq olsa 3 və 4, artıq 5-6-ya əl atmalısınız plitə olaraq. Mən indi görüm, baxın, imkan olsa, mən saqqalı saxlaya bilsəm, 3-4 günlük 5-ci, 6-cı plitələrlə üzümüzü bir də side by side qırxarıq. Olmasa da üzülürsən. Bir fərq hiss etmədim. Yəni ki, bir günlük saqqalda özünü göstərməli idi, yəni nəyisə bir fərq var idisə. Amma çox təəssüflər ki, yoxdur. Düzdür, bir çoxları gözləyəcəklər ki, həm 5-i, 6-nı edim test. Görün, bəlkə sabahları axşam həvəsim olsa, o bir günlük saqqalı 5-ci plitədə də test etdim. Mənim zərmincə, belə deyək, bir günlük saqqalı, yəni normal qırxırsa, çapıqsız və kifayət qədər belə effektiv, yəni aşağı düşməyə heç bir mənası yoxdur. 3-2-1-i yoxlamağın heç bir mənası görmürəm. Yəni ən optimalı, yəni ki, mənim saqqal üçün 4-dən başlayır qırxmağa. Yəni ki, 1 və 2 günlük tıraş saqqalı, yəni ideal 4-cü plitədir. 3, 4, 5, artıq 5, 6-cı plitələrə əl atmalıyam. Belə, bu üz qırxanlar haqqında. Üstəgəl nə qeyd edim, mütləq qeyd etməliyəm. Deməli, Rockwell bu 6S istehsalçı kifayət qədər düzdür, böyük bir tarixi yoxdur, amma kifayət qədər dünyada öz sözünü demiş bir üz qırxandır. Artıq 20-ci illərdə belə mən bu ayağımı birinci atanda artıq Rockwell deməli satışlarda var idi. Artıq deməli 6-cı ildir ki, bəlkə də biraz çoxdur, yəni bazardadır və öz sözünü deyir. Üstəgəl, hətta belə kommentlərdə bir blogerlərdən söz eşitdim ki, misal üçün qutuda bunun bağlanmasında, bu üz qırxanın bir qutu 5 tiyəli bir qutu tiyələri də, Rockwell adlı tiyələri də yerləşdirirlər. Kimdəsə o olmadı. Təsəvvür edin ki, Rockwell onlara bütöv bir 100 ədəd belə böyük blok tiyələri göndərir üzrxahlıq etmək üçün. Üstəgəl, misal üçün mənim başıma gələn bir hadisə, bir
kimin üçünsə, üçüncü şəxs üçün almaq istədi, kömək etdim ki, yəni ki, belə edirlər və nə başımıza gəldi həmin o adamın? Sifariş etdi, yeni ilə təsadüf etdi. 2021-ci il idi, nəsə belə keçid. Deməli elə oldu ki, yəni ki, bayram günlərə düşdü və bağlama qapının ağzında qaldı. Sonra da batdı, yəni yoxa çıxdı. Ora yazdıq, bura yazdıq, Rockwell-a yazdıq, poçt agentliyə yazdıq Amerikadakı. Onlar dedilər ki, yox biz çatdırmışıq. Bunlar dedilər ki, yox biz göndərmişik. Yəni ki, belə çox uzun bir proses oldu. Hardasa 2 aya yaxın çəkdi bu atışmalar, yazışmalar bizim aramızda. Son anda həmin adam üçün ayrıca, yəni ki, təzə qutuda təzə Rockwell göndərdi. Yəni 6S Rockwell təzəsini göndərdi. Yəni günahı özündə görür. Yəni təsəvvür edin ki, nə cür, yəni əslində heç bir günahları yoxdur. Yəni ki, o biz kargo şirkəti vasitəsilə gətirdiririk. Yəni əslində ən böyük təqsir kargo şirkətdədir. Misal üçün, və ya poçt agentliyindədir o Kanadadan Amerikaya gətirən. Yəni problem onlarda idi. Amma yenə də Rockwell, yəni ki, təzəsini göndərmir. Kompfe edəcəkmi bunu? Üstəgəl, deməli yazışmaları gördüm. Deməli Rocka adlı 140 Michelin deməli saxtasını buraxır həmin bu şirkət. Orada deməli biraz bu biltədə əyrilik var idi. Narazı idik bu həmin şəxs. Niyə görə olsun ki, misal üçün. Yəni ki, bu necə zadı keçir, kontrollu deyək belə. Bəlkə daha bir məqamlar var. Üstəgəl Çin istehsalçıdır, heç bir ildə yaxındır belə deyək də, AliExpress-də dükanları var. Biraz bu məsələ var. Düzdür, mən yazışıram, satıcı ilə sifariş edəndə bir model var, misal üçün 140-nı aldım onlarda. Dedim ki, başlı hissəsi paslanmayan poladdan olsun, sapı həmin o dizaynda, amma titandan olsun, yüngül olsun. Çünki baxdım ki, çox ağır çıxır da, yəni ki, o komplektasiyada 140 həddi 100 qramı keçir, yəni ki, harasa 130 qrama yaxın. Düşündüm ki, yəni sapı biraz yüngül olsa yaxşı olar. Çox sağ olsunlar, qiymətdə də münasib qiymətdə, yəni ki, elədilər komplektasiya, sapı deməli titandan, başlığı paslanmayan poladdan, Kampfe. Şimdi istehsalçı belə bir üzrxahlıq elədi. Buradan böyük təşəkkürlər ona. Yəni bu kimi məqamlar var, yəni risklidir Kampfe-də, yəni amma qiymət baxımından vallahi mən nə deyim, çox fərqi var. Çox. Ona görə bir də düşünün. Bu 140-lar haqqında, Kia haqqında, Kia'nın performansı super oldu. Hələ əsl bu Rockwell deməli ümumiyyətlə yumşaq 40-andır və belə deyək, məqsədə uyğun olaraq yerləşdirmək lazımdır. Daha performansı yüksək olan Kia'ları Feder, Big, Dermashart, Gillette Platinum misal üçün. Yox, siz əgər Trit Platinum biraz aşağı səviyyədə olan Rapira, bu kimi belə deyək, Kia'ları yerləşdirsəz, yəni heç bir həzz almayacaqsınız, yəni ki, mükəmməl belə bir BBS alınmayacaqsınız və ona görə yəni bunu mütləq nəzərə alın. Məncə bu qədər demək istədiyim bunlar idi. Bununla da sağollaşmaq olar. Bircə qeyd edeyim ki, əgər bu videonu siz maraqlı tapmısınızsa, buyurun, like qoyun və yaxud düşünürsünüzsə ki, kimin üçünsə bu video maraqlı olar, bölüşə bilərsiniz. Komment bölməsində kommentlərinizi saxlayın və ən əsası bizim kanala abunə olmaq. Sağ olun, gələn görüşlərə dək. Sağ olun.